Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Media təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla Qarabağa həyat qayıtdıqca onların məşğulluğu da təbii ki qayıdır və insanlar artıq orada işləyirlər, çalışırlar, öz şəxsi bizneslərini qururlar, dövlət və özəl müəssisələrdə çalışırlar. Təbii ki, bu halda isə onların əmək mühafizəsi ön plana çıxır, işçi, rəhbər məsələlərinin tənzimlənməsi və digər məsələlər haqqında da biz danışacağıq. Kimlə? Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əmək Mühafizəsi Mərkəzinin əməkdaşı Səbuhi Tahirovla. Xoş gəlmisiniz Səbuhi. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Və təbii ki, bu istiqamətdə biz girişi elədik. Hansı işləri görürsünüz, nə edirsiniz, vəziyyət necədir Qarabağda? Qarabağda bilirsiniz, Əmək Mühafizəsi Mərkəzi ilə birlikdə, Əmək Mühafizəsi Mərkəzi olaraq maarifləndirmə işləri həyata keçiririk. Bu artıq 2023-cü ildən bəri biz maarifləndirmə işlərinin həyata keçirilməsinə başlamışıq. Bizimlə bərabər Azərbaycan Respublikası Minə Təmizləmə Agentliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının əməkdaşları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin əməkdaşları və Dövlət Məşğulluğu Agentliyinin əməkdaşları ilə birlikdə layiqli əməyin təbliği, qeyri-formal məşğulluğun qarşısının alınması, fərdi mühafizə vasitələrinin düzgün istifadəsi, bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi üzrə maarifləndirmə tədbirləri keçiririk. Statistikaya baxsaq, təkcə 2025-ci ildə biz artıq 4700 nəfərə qədər işçinin maarifləndirməsini həyata keçirmişik. Bu 135 işə götürən üzrə 46 maarifləndirmə tədbiri həyata keçirilmişdir. Ümumilikdə baxsaq 2023-2025-ci illər ərzində biz təxminən 9700-ə qədər işçini əhatə edən 115 maarifləndirmə tədbiri keçirilmişdir. Yəni bilirsiniz, işğaldan azad olunmuş ərazilər həssas ərazilərdir. Bizim üçün xüsusilə həssas ərazilərdir. Həm də əmək mühafizəsi sahəsindən baxsaq, çünki ərazilər bilirsiniz, əksəriyyəti minalanmış ərazilərdir. Bununla bağlı mütəmadi olaraq işçilər maarifləndirilməlidir. İstərsə bu mina təhlükəsizliyi ilə bağlı olsun, istərsə əmək mühafizəsi ilə bağlı olsun. Çünki təkcə Qarabağda deyil, digər regionlarımızda da biz maarifləndirmə tədbirləri keçiririk. Yəni fərqli istiqamətlərdə gedir bizdə maarifləndirmə tədbirləri. Sadəcə olaraq Qarabağ bizim prioritet istiqamətlərimizdən biridir. Sıfırdan qurulan biridir. Təbii ki. Yəni bizdə bədbəxt hadisələr baş vermiş müəssisələrdə biz maarifləndirmə tədbirləri keçiririk işə götürənlər və işçilərlə. Sonra İcbari Sığorta Bürosu ilə birlikdə biz maarifləndirmə tədbirləri keçiririk. Yəni məqsədimiz hər bir müəssisədə sağlam iş şəraitini yaratmaqdır. Əmək mühafizəsi üzrə mədəniyyəti yaratmaqdır. Birisi sətən mədəniyyəti deyirlər buna. Təbii hər bir müəssisə sətən mədəniyyətini yaratmaqdır. Çünki bir şeyə qeyd edeyim. Bu əmək mühafizəsinin 3 prinsipi var. İşə götürən, işçi və dövlət orqanları. Yəni bunlar biz bu az əvvəl qeyd etdiyimiz o mədəniyyəti, sətən mədəniyyətini, sağlam iş şəraitini formalaşdırmağımız üçün o 3 prinsip bir yerdə işləməlidir, vəhdət şəklində, birlikdə işləməlidir. Çünki işə götürən borcludur. Yəni çünki işə götürən vəzifələri var, işçinin vəzifələri var. İşə götürən borcludur işçi üçün sağlam iş şəraitini yaratmağa. Amma işçinin də vəzifəsi tələb olunan o tələblərə əməl etməzdir. Yəni o sağlam iş şəraitini tutaq ki, işçi işə götürən yaradıbsa, yəni fərdi mühafizə vasitəsilə təmin edibsə işçini, əgər işçi o fərdi mühafizə vasitəsindən istifadə eləmirsə, orada əmək mühafizəsindən söz gedə bilməz. Yəni onun üçün ilk öncə orada o mədəniyyəti yaratmaq lazımdır. Bizim də məqsədimiz maarifləndirmə tədbirlərinin məqsədi
o mədəniyyəti yaratmaq, sağlam iş şəraitlərini yaratmaq hər bir müəssisədə və biz də bu istiqamətdə dövlət orqanları olaraq, üçüncü bir tərəf dövlət orqanları olaraq əlimizdən gələni layiqincə yerinə yetirməyə çalışırıq. Bu istiqamətdə hansı rayonlardan, hansı işləri görmüsünüz? Qarabağdan söhbət gedir. Yəni 2023-də dediyiniz o rəqəmləri qeyd elədiniz. Daha çox hansı istiqamətdə? Məsəl üçün sənaye müəssisəsi olan Ağdamda mı, yoxsa artıq demək olar ki, otellərin çox olduğu Şuşada mı, Laçında mı? Yəni təsəvvür edin də bir vaxtda o xəyal belə eləyə bilmədiyimiz yerlərdə indi deyirik harda işlər görmüsünüz? Bəli, çox gözəl hisslərdir. Yəni hər səfərində, hər il ora getdiyimdə o gözəl duyğuları keçirirəm. Biz Qarabağın işğaldan azad olmuş ərazidə bütün regionlarında, bütün rayonlarında, bütün kəndlərində hətta belə biz o maarifləndirmə tədbirlərini keçirdik. Yəni harda fəaliyyət varsa, biz orada maarifləndirmə tədbirlərini həyata keçiririk. Xüsusi standartlardan biz danışanda nəyi nəzərdə tuturuq? İşə götürən nəyə diqqət etməlidir? İşçi nəyə diqqət etməlidir? İşə götürən borcludur ki, işçi üçün sağlam əmək şəraiti yaratsın. Tələblərə, normativ tələblərə uyğun müəssisə qurulmalıdır. Bu işə götürən vəzifəsidir. Az əvvəl də qeyd etdiyimiz kimi, yəni işə götürənin vəzifəsi o sağlam şəraiti yaratmaqdırsa, işçinin də vəzifəsi o tələblərə əməl etməkdir. O standartlar varsa 2025-ci il üçün standartlar müəyyən olunub, yoxsa necə? Bəli. Biz Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə Texniki Komitənin fəaliyyət planına uyğun olaraq standartlar hazırlamağa başladı. Çünki bu standartlar Beynəlxalq Əmək Təşkilatının 155 nömrəli konvensiyasına əsasən formalaşdırılır və tətbiq olunur. Hazırlandıqdan sonra standartlar Azərbaycan Standartlaşma İnstitutu tərəfindən təsdiq olunur. Günümüzə qədər 93 bizim milli standart hazırlanıb və tətbiq olunmuşdur. 2025-ci il üzrə 111 standart. Texniki Komitənin fəaliyyət planına uyğun olaraq 111 standartın hazırlanması və təsdiq olunması planlaşdırılmışdır ki, həmin 111 standartdan artıq 35-i təsdiq olunub. 76 isə? Bəli, 76-sı isə il sonuna qədər mərhələli şəkildə bitməsi planlaşdırılır, hazırlanması və təsdiq olunması planlaşdırılır. Ümumilikdə isə 93 standart artıq təsdiq olunub bu vaxta qədər. Bəli, günümüzə qədər. Günümüzə qədər. Əmək Mühafizəsi Mərkəzi. Sizdə bir Bakıda yerləşirsiniz, yoxsa ki Qarabağda da sizin bürolar var və yaxud da nəzərdə tutulurmu? Ümumiyyətlə bu proses necə tənzimlənəcək, yoxsa bir buradan ezam eləməklə ora çata bilirsiniz? Hal-hazırda bizim mərkəz var, Əmək Mühafizəsi Mərkəzi var. Bir də bizim Naxçıvan filialımız var. Hələ ki bu iki qurum fəaliyyət göstərir, amma gələcək dövrlərdə bəli bizim digər regionlarda da filialların açılması planlaşdırılır. Amma hələ ki ezam olaraq əməkdaşlarınız ora çatdıra bilir. Bəli. Hansı sıxlıqla Qarabağa səfərlər edirsiniz? Tədbirlər planına uyğun olaraq. Bəli, tədbirlər planı, Dövlət Əmək Müfəttişliyi Xidməti tədbirlər planına uyğun olaraq biz ildə bir dəfə, yəni o məsələn may ayından avqust ayına qədər işlərin daha intensiv olan vaxtları planlaşdırılır ki, daha çox işçini maarifləndirə bilək. Təbii ki, əslində çox yaxşıdır və düşünürəm ki, Qarabağa biz maksimum dərəcədə bütün dövlət qurumları orada iş gördüyü kimi siz də ilk gündən elə ordasınız. 2023-dən aktiv fəaliyyətə başlamısınız, çünki qurulmalı idi. İşçilər cəlb olunmalı idi və artıq işçilər orada işləyən vaxtda da siz o həm işə götürənləri, həm işçiləri maksimum dərəcədə maarifləndirməli idiniz. Bu bizim borcumuzdur, üzr istəyirəm. Bu bizim borcumuzdur, çünki orada olan bizim yoldaşlar hər biri ailəsindən kənardır. Əksəriyyəti düzlüyündə orada köç edən əməkdaşlar da var, çalışan işçilər də var, amma əksəriyyəti burdan ailəsinin yanından
ayrılıb orada gedib çalışan işçilərdir. Bizim də borcumuz onların sağlam şəkildə ailələrinin yanına qayıtmasını təmin etməkdir. Yəni bu istiqamətdə də əlimizdən gələni inanıram ki, layiqincə yerinə yetiririk. Ən müqəddəs işi də elə siz görürsünüz ki, sağlam gedən insana elə sağlam da qaytarılmasında rol oynayırsınız. Sizə minnətdarıq. Çox təşəkkür edirik. Həqiqətən də çox mühüm iş görürsünüz və biz də maksimum dərəcədə sizin gördüyünüz işi işıqlandırmaqda hər zaman hazırıq. Təşəkkür edirik. Dəvətiniz üçün də ayrıca təşəkkür edirəm. Çox sağ olun. Və qeyd etmək lazımdır ki, Gündəm Qarabağ verilişi bununla da yekunlaşdı. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.